Salam YouTube, mən Kamran Bəyəziz. Bu dəfə Bakının ən gözəl şallıq saraylarından biri olan Elite Events Hall'dan çəkilişi edəcəyik. Hal-hazırda siz özünüz də görürsünüz. Bu isə toyumuzun açılışıdır. Atəşgah qrupu, rəqs qrupu toyumuzun açılışını edir. Çox möhtəşəm bir açılış oldu. Hal-hazırda siz bunu izləyirsiniz. Gəlin baxaq. Dostlar, bu toyumuzda bir çox rəsmilər olacaq. Rüfət Axundov, Murad bəy, və bəylə gəlin artıq Şadlıq sarayına daxil olurlar. Açılışı Rüfət Axundov edir. İlqar Muradov daha doğrusu. Toyumuzda iki məşhur şəxs oldu. İlqar Muradovla Rüfət Axundov. Rüfət Axundov bütün toyu idarə elədi. Çox möhtəşəm idarəliyi var idi. Ümumiyyətcə, Rüfət Axundovun apardığı bütün toylar çox möhtəşəm keçir. Əhval-ruhiyyəni yüksəldir. Çox sağ olun Rüfət bəy, axşamınız xeyir, hörmətli qonaqlar. Hər günüzün qarşılıqlı razılığı əsasında hal-hazırda sizin nigarınız Elə toyda da nigahları kəsildi iki gəncin. Və ilk rəqsləri hal-hazırda görürsünüz gənclərin. Elite Events'in işıqları, ümumiyyətcə zalı çox böyükdür, tutumu 1000-1200 nəfərə yaxın tutur. Bütün korporativ tədbirlər olsun, toyunuz olsun, burada keçirtmək məsləhətlidir. Əgər iştirak edənlər sayı çoxdursa. Belə deyim, Azərbaycanın ən böyük şadlıq saraylarından da biridir. Azerbaycan ailesi. Değerli konuklar, hanımlar ve cenablar, her birimiz çok güzel bilirik ki Açılışı Rüfət Axundov elədi və toyu başdan sona qədər Rüfət Axundov Rüfət Axundov apardı. Şəhidlərimizə Allah rəhmət eləsin, bəzilərimizə can sağlığı arzu edirik. Böyük
bir dəqiqə sükutla şəhidlərimizi yad edək. Üç rəngli bayrağımız dalğalanır toyumuzda da. Her şey güzel değil. Sen güzel. Burada siz özünüz də görə bilərsiniz zalın necə böyük və geniş olduğunu, hətta həm bəy tərəfdən göstərirəm, həm də səhnənin digər tərəfindən göstərirəm. Bu isə bizim səhnəmizdir. Özünüzü konsertdə və Rüfət Axundovun ən sevdiyimiz mahnısı Bayatılar. Bir çox müğənnilərdən eşitmişik, lakin ən gözəli məhz Rüfət Axundov səsləndirir. I can feel the sweat inside my palm. Play with me like cats and a string. You don't understand the pain it brings. You don't ever wanna give me wings. You don't ever wanna set me free. You know I'm addicted to you, and it's twisted you've been gifted with the evil voodoo. Got me coming back for more. Müşahidə edən Afiyə xanımdır. Onun da səsi çox gözəldir. Got issues in my head. Like you in my bed, but you keep me on red. Həddindən artıq gözəldir. Everything is like a test. I better not text or I'll come off desperate. Afiyə xanım da buradan salamlarımızı, həmçinin Rüfətə də buradan salamlarımızı göndəririk. Ki bizi izləyirlər, müsbət. So if I play dead, will you regret everything that you did, that you said? I don't think you understand what you're doing, and my heart's black and blue from the bruising. I feel like when I'm with you I'm losing. I feel like you think that this amusing, sitting there gaslighting and confusing. Was it me? Is it me? Am I deluded? I'm the one who's always sorry, the conclusion, even though I offer all of the solutions. İlqar Muradovu hal-hazırda görürsünüz. Möhtəşəm səsə sahibdir. Çox nadir səslərdən biridir estradamızda. Və ən sevilən mahnılarından biri. Bir ömrün nəğməsi. Danışacaq çox söz var, deyiləcək çox söz var, ancaq bu musiqi səslənirsə susmaq daha yaxşıdır. Biz yavaş-yavaş videomuzu artıq sonlandırmağa doğru gedirik, çünki
Ətraflı həm Şadlıq sarayını göstərdik, həm müğənniləri göstərdik. Dostlar, özünüzə yaxşı baxın. Hələlik.